Ruzi qazanmaq vacibdir hər kəsə, öz ailəsinin haqqı üçün. Və insan bilməlidir ki, bu dünyada fanidir, müvəqqətidir, əbədi deyil. Qazandığı ruzi də onun üçün müvəqqətidir. Yəni, insan bilməlidir ki, əgər sən bugün Allahın sənə verdiyi fürsətdən, vaxtdan yararlanmısansa, sən Allahın elmindən əldə etmisənsə, xüsusən də iman daşıyan insanlara aiddir. Qəlbində, sinəsində iman daşıyanlar, əgər vaxtım yoxdur, məscidə getmirəm, vaxtım yoxdur, elm məclisində iştirak etmirəm, bu onun əleyhinə olacaq qiyamət günü. Əgər insan vaxtını başqa yerdə boş-boş keçirirsə, boş-boş məclislərlə keçirirsə, bilin ki, inanın ki, qiyamət günü onun əleyhinə olacaq. Əbu Hureyra Peyğəmbər sallallahu aleyhi və səlləmin mirası olaraq bildirdi. Yəni, məsciddə əldə olunan o elmi, burada olan elm məclisi və digər müəllimlərin keçdiyi dərslər, hansı ki o yerlərdə, orada olan o elm məclislərində olan o elmlər Peyğəmbərin mirasından bir mirasdır. İnsan buna həris olmalıdır, can atmalıdır, səy göstərməlidir. Ölüm bir gün gəlib çatacaqdır. Amma bil ki, sənin o elm məclisində iştirak etməyin həm Peyğəmbərin mirasından bir miras əldə edirsən, həm də sənin orada olduğun o zamanın sənin üçün qeyd olunur. Mələklər onu qeyd edir. Qiyamət günü sənin leyhinə olacaq və sənin əməl dəftərinə yazılır. Ona görə dəyərli qardaşlar, insan bundan istifadə etməlidir. Vaxtından, zamanından, məscidə əgər vaxtın varsa getməkdən, eyni zamanda Allahın şəriəti barəsində olan zikr məclisindən, elm məclisindən, bugün əgər bu şərait varsa, bura toplanmışıqsa, insan bundan istifadə etməlidir. Eyni zamanda da bugün açılmış sosial şəbəkələr vasitəsilə canlı dərslər gedirsə, insanın nə qədər çox qoşulması, istifadə etməsi o elmdən, onun Peyğəmbərin elmindən bir elmi götürməsidir. Və o onun yalnız xeyrinə olacaqdır və ziyan tapmayacaq. Əksinə, qiyamət günü onun üçün xeyir olacaq.